Hər yerdə eşidirik. Filan investora bənzəyin, onun kimi olun. Yaxşı, bəs əslində hansı model ən yaxşısıdır? Bunu öyrənmək üçün gəlin manşetlərin arxasına keçək və dünyanın ən məşhur investorlarının real portfellərinə, yəni rəqəmlərin özünə baxaq. Deyəndə ki, dünyanın ən yaxşı investoru, kim gəlir ağlınıza? Çox güman ki, Warren Buffett, bəlkə Michael Burry ya da son vaxtlar çox danışılan Cathie Wood. Amma bu adlardan hansı həqiqətən də ən yaxşısıdır və rəqəmlər bu hekayəni təsdiqləyirmi? Biz də məhz bu sualın cavabını tapmaq üçün onların ictimai portfellərini, yəni hər kəsin görə biləcəyi məlumatları götürüb təhlil etdik və deyim ki, cavab heç də gözlədiyiniz kimi deyil. Hətta investisiyaya baxışınızı tamamilə dəyişə bilər. Yaxşı, gəlin başlayaq və kimdən başlaya bilərik ki? Əlbəttə, investorların üstadı, Omaha'nın kahini kimi tanınan o məşhur addan Warren Buffett. Ekrana bir baxın, 351 milyard dollar, düz eşitdiniz. Və ən maraqlısı nədir, bilirsiniz? Bu nəhəng, ağlasığmaz sərvət cəmi, baxın cəmi, 37 səhmdə idarə olunur. Bu öz-özlüyündə onun yanaşmasının nə qədər fokuslu, nə qədər konsentrasiyalı olduğunu göstərir. İndi isə gəldik əsas məqama. Bu əfsanənin mənbəyi xaradadır. Baxın, bu diaqram hər şeyi deyir. Portfelin demək olar ki, yarısı. Bəli, düz 49,4% tək bir şirkətə, Apple-a yatırılıb. Yəni, bir anlıq düşünün, əgər o Apple mərc olmasaydı, biz bugün danışdığımız Warren Buffett əfsanəsi də olmayacaqdı. Deməli, bizə həmişə nə öyrədilib? Mif budur. Amerikanın ən yaxşı şirkətlərini al, portfelini genişləndir, yəni diversifikasiya et və əbədi olaraq saxla. Amma reallıq tamamilə fərqlidir. Uğur, mükəmməl zamanlanmış, tək bir nəhəng texnologiya investisiyası və heç kimin təkrar edə bilməyəcəyi unikal şərtlər sayəsində gəlir. Bəli, o təkrarlana bilməyən şərtlər. Baxın, Buffett'in uğuru sadəcə bir strategiya deyil. Bu bir anomaliyadır. O, investisiyaya cəmi 14 yaşında başlayıb. Təsəvvür edirsiniz, bazarda 80 ildən çox təcrübəsi var. Amerikanın ən böyük, ən sürətli böyümə dövründə investisiya edib və təbii ki, o tarixi Apple mərci. Heç başlanğıc kapitalını demirəm, bugünkü pulla $90.000 bərabər bir məbləğlə başlayıb. Yəni, bunları təkrarlamaq demək olar ki, qeyri-mümkündür. Yaxşı, Buffett anomaliyasını anladıq. Gəlin indi spektrin tamamilə o biri tərəfinə keçək. Mən onlara vizyonerlər deyirəm. Onlar ki, gələcəyə gördüklərini iddia edirlər və bütün pullarını bir neçə cəsarətli ideyaya qoyurlar. Bu yer hər şey ya heç nə yanaşması, görəsən həqiqətən də işə yarayırmı? İlk ağla gələn ad əlbəttə ki, Michael Burry'dir. Hamımız onu The Big Short filmindən tanıyırıq. 2008-ci il böhranını öncədən görüb milyardlar qazandı. Amma sual budur, onun bütün karyerası, ümumi performansı bu əfsanəyə yaraşırmı? Gəlin rəqəmlərə baxaq. Portfelindəki bu ziddiyyətlər, bu dəyişkənlik inanılmazdır. Bəli, GameStop'da 362%li bir qazanc var. Amma digər tərəfdən Hudson Pacific'də 64%, BlackBerry'də 35% zərər. Yəni şöhrəti davamlı, stabil uğurdan deyil, bir neçə belə böyük atışdan gəlir. Portfelin qalanı isə açığı heç də ürək açan deyil. Buradan çıxaracağımız dərs isə çox sadədir. Bəzi investorlar bütün bir əfsanəni, bütün bir karyeranı cəmi 1-2 möhtəşəm ticarət üzərində qururlar. Amma bu, heç də o demək deyil ki, onların hər addımı, hər qərarı möhtəşəmdir. Bir dəfə haqlı olmaq, hətta çox böyük haqlı olmaq sizi hər zaman uğurlu edəcək bir investor etmir. İndi isə gəlin digər bir vizyonerə, Cathie Wood'a baxaq. O, həqiqətən də gələcəyin texnologiyalarını, trendləri müəyyən etməkdə dahi biridir. Araşdırmaları, analizləri mükəmməldir. Amma onun faktiki investisiya nəticələri ilə bu araşdırmalar arasında böyük bir uçurum var. Bax, bu cədvəl məncə problemi ən parlaq şəkildə göstərir. Zamanlamanın nə qədər kritik olduğunu. Baxın, Coinbase səhmi 2023-cü ildə 300% qalxıb. Amma Cathie Wood'un fondu bundan cəmi 8,8% qazana bilib. Və ya UiPath, şirkət ili müsbət bağlayıb, amma o 43% zərərdədir. Niyə? Çünki giriş və çıxış nöqtələri o qədər səhv seçilib ki, ən yaxşı, ən parlaq ideyalarının gətirdiyi qazancın aslan payını sadəcə əldən verib.
Və bu səhv zamanlama risk idarə etməsinin olmaması sonda çox ağrılı bir portfelə gətirib çıxarır. Zoomda 169% zərər, Roku, Block və hətta Wirecard kimi bəzi səhmlərdə 100%lik, yəni bütün pulun batdığı zərərlər. Unutmayın, 100% itirilmiş pul bir daha geri qayıtmır. Yaxşı, bir tərəfdə təqlid edilməsi qeyri-mümkün olan Buffett var, o biri tərəfdə isə həddindən artıq riskli vizyonerlər. Belə çıxır ki, başqa bir yol yoxdur? Əlbəttə var. Gəlin indi də praqmatistlərə, yəni aktiv böyümə ovçularına nəzər salaq. Bəs praqmatik yanaşma nədir? Əslində bu, digərki strategiyanın ən yaxşı xüsusiyyətlərini birləşdirən bir hibriddir. Uzun müddətli böyümə trendlərini tapırsan, xüsusilə texnologiyada. Əsas mövqələrini Buffett kimi illərlə saxlayırsan. Amma, və bu çox vacib bir ammadır, portfelini aktiv şəkildə idarə edirsən. Yəni, bazar dəyişkən olanda mənfəəti götürürsən, qazanclarını qoruyursan. Buna ən gözəl nümunə Bayılı Gifford'un Nvidia investisiyasıdır. Baxın, addım-addım necə işləyir. Birincisi, 2016-cı ildən başlayaraq səhmi müəyyən edib toplamağa başlayırlar. İkincisi, illərlə davam edən böyük artım dalğasını tuturlar. Üçüncüsü, 2023-dəki o kəskin yüksəliş zamanı səhmləri sistematik olaraq satıb mənfəəti təmin edirlər. Və dördüncüsü, hələ də əsas mövqələrini saxlayaraq əldə etdikləri o nəhəng qazancı kilidləyirlər. Bu, al və unut deyil, bu, al və aktiv idarə et yanaşmasıdır. Gördüyünüz kimi, çox fərqli yanaşmalar var. Yaxşı, bütün bu dərsləri bir araya gətirib, bunun sizin üçün, bizim üçün nə demək olduğunu anlamağa çalışaq. Deməli, 4 əfsanə, 4 dərs. Əfsanə, yəni Buffett bizə səbrin və uzunömürlülüyün nə qədər güclü, amma bir o qədər də nadir bir üstünlük olduğunu göstərir. Vizyonerlər, yəni Burry və Wood, xəbərdarlıq edir ki, möhtəşəm bir ideya hələ möhtəşəm bir portfel demək deyil. İcra, zamanlama hər şeydən vacibdir. Və nəhayət, praqmatistlər, Gifford kimi, uzun müddətli baxışı aktiv risk idarə etməsi ilə birləşdirməyin vacibliyini öyrədir. Bunlara rəqib kimi yox, bir alətlər qutusu kimi baxmaq lazımdır. Və beləliklə gəldik son nəticəyə. Vahid tək bir ən yaxşı investor yoxdur. Əsas məqsəd başqasının strategiyasını kör-körənə təqlid etmək deyil. Əsas məqsəd onların hamısından öyrənərək öz məqsədlərinizə, öz risk anlayışınıza uyğun strategiyanızı qurmaqdır. Öz yolunuzu tapmaqdır. Və mən bu təhlili sizi düşünməyə vadar edən bir sualla bitirmək istəyirəm. Bütün bunları dinlədikdən sonra, bəs indi siz necə bir investorsunuz? Özünüzü bu arxetiplərdən hansına daha yaxın hiss edirsiniz?